Dubayda açılan Yaxın Şərq və Körfəz ölkələrinin ən böyük satış sərgisi GTEX Shopper 2013 texnoloji yenilikləri nümayiş ilə yadda qalıb. Sərgidə ən diqqət çəkən stend bu sektorda aparıcı Koreya markası LG-yə məxsus idi. LG Electronics'in Azərbaycandakı distributoru Bakon şirkətinin nümayəndəsinin də iştirak etdiyi sərgidə firma 2 yeni məhsulunu təqdim edib. Dünyanın aparıcı elektron avadanlıq istehsalçıları və pərakəndə satış markaları Dubayda açılan Yaxın Şərq və Körfəz ölkələrinin ən böyük satış sərgisi GTEX Shopper 2013-də bir araya gəlib. Sərgidə həm innovativ məhsullar, həm də ərazisinə görə ən diqqət çəkən stend bu sektorda aparıcı Koreya markası LG-yə məxsusdur. LG sərgidə 2 yeni inqilabi xarakterli məhsulunu təqdim edib. Bunlardan biri dünyanın ilk əyilən ekranlı OLED televizorudur. Digəri isə bazarda vacib yer tutması gözlənilən G2 smartfonudur. Əyilən ekranlı OLED televizorunun ekranı cəmi 4,5 mm qalınlığında və 17 kiloqram çəkidədir. Ekranı maye kristaldan hazırlanıb və tamaşaçıya yüksək keyfiyyətə məxsus IMAX tipli görüntü göstərir. Bu ekranda baxılan istiqamətdən asılı olmayaraq eyni keyfiyyətə malik rəng və aydınlığı görmək olur. LG G2 smartfonu isə rəqibləri arasında ən nazik və arxa düyməli ilk smartfondur. 5,2 düyümlük LG G2 smartfonu həmçinin qonaq menüsü ilə diqqəti cəlb edir. Yəni telefonu başqasına verəndə qonaq menüsünə keçirsiniz və həmin şəxsin görməsini istəmədiyiniz məlumatları ona göstərmirsiniz. Telefon istifadəçi vərdişlərinə uyğun hazırlanıb. İstər sağ, istərsə də sol əli ilə danışanlar şəhadət barmağını telefonun arxasına qoyur. Ona görə də bu smartfonun funksional düyməsini arxasına yerləşdirmişik. Telefon Full HD keyfiyyətində görüntüyə və 13 megapiksellik kameraya malikdir. LG hazırda əyilən ekranlı smartfon üzərində də işləyir. Firma Ultra HD televizorları ilə də bazarda iddialıdır. LG brendinin Qafqazdakı ən böyük bazarı Azərbaycandır. Qlobal bazara çıxardığımız yeni məhsullarımız Azərbaycanda da eyni dövrdə alıcılara təqdim olunur. Azərbaycanlı müştərilərimiz həqiqətən də LG məhsullarından istifadə etməyi sevirlər. Sərgidə LG Electronics'in Azərbaycandakı distributoru Bakon şirkətinin nümayəndəsi də iştirak edirdi. LG'nin Azərbaycandakı distributor olaraq bugün burada iştirak edirik. LG'nin yeni bu texnologiyaları bütün dünya bazarında uğurlu satış nəticələri əldə edəcək. Həmçinin Azərbaycanda, ölkəmizdə də geniş təqdim olunacaq. LG'nin yeni məhsulları Dubay Dünya Ticarət Mərkəzindəki sərginin açılışında iştirak edən Dubay Mədəniyyət və İncəsənət Administrasiyasının rəhbəri Şeyx Məcid bin Muhammed bin Rəşid Əl Maktumun da diqqətini cəlb edib.